Salam dostlar, hər birinizi xoş gördük. Biz bugünkü dərsimizdə say sistemləri mövzusunu keçəcəyik. Say sistemləri nədir? Say sistemləri ədədləri yazmaq və ifadə etmək üçün qəbul olunmuş müəyyən qaydalardır. Məsələn, 15 ədədi dedikdə beynimizdə 1 və 5 rəqəmlərini yanaşı yazıldığını canlandırırıq. Bu ən sadə say sisteminin tətbiqidir. Say sistemi kodlaşdırmanın bir üsuludur. Müəyyən əlifba və müəyyən üsullarla yazılan sözə kod deyilir. Kodun alınması prosesinə isə kodlaşdırma deyilir. Say sistemi özü iki böyük qrupa bölünür. Mövqeysiz say sistemləri, mövqeyli say sistemləri. İlk öncə mövqeysiz say sistemini izah edək. Bu sistemdə rəqəmin tutduğu mövqe ədədin qiymətinə təsir etmir. Yəni, hansı rəqəm burada dayansın, onun dəyəri dəyişmir və hesab əməlləri mürəkkəb qaydalarla aparılır. Misal olaraq, Roma say sistemini misal göstərə bilərik. Rom say sistemi ədədləri əvvəllər ifadə etmək üçün əl və ya barmaqlardan istifadə etmişlər. 1 ədədi üçün bir barmağı, 5 ədədi üçün açılmış ovuc, 10 ədədi üçün isə 2 açılmış ovucu istifadə edirdilər. Digər rəqəmlərin adlandırılmasında isə şəkildən də gördüyünüz kimi Latın əlifbasının baş hərflərindən istifadə edirdilər. Rom ədədlərində toplama və çıxma qaydasından istifadə olunurdu. Toplama və çıxma qaydası üçün fərqli qaydalar tətbiq olunurdu. Böyük işarədən sağda yerləşən hər bir kiçik işarə üçün onun qiyməti üzərinə gəlinirdi. Böyük işarədən solda yerləşən hər bir kiçik işarə isə həmin ədəddən çıxılırdı. Mövqeyli say sistemləri. Mövqeyli say sistemində rəqəm ədədin tərkibində durduğu yerdən asılı olaraq müəyyən qiymətə malik olur. Bu tip say sistemləri mövqeyli say sistemləridir. Mövqeyli say sistemlərinin hesablamaları xeyli asanlaşdığı üçün müasir dünyada geniş istifadə olunur. Bizim gündəlik həyatda istifadə etdiyimiz onluq say sistemi mövqeyli say sisteminə daxildir. Məsələn, 2 ədəd götürək. Şəkildə də gördüyünüz kimi 40 və 14 ədədlər verilib. Bu ədədlərin hər ikisində 4 rəqəmi var. Lakin bu rəqəmlərin qiymətləri fərqlidir. Birinci ədədin 4 rəqəmi 40 ədədinə, ikinci isə 4-ə bərabərdir. Bunun səbəbi verilmiş ədədlərdə 4-ün müxtəlif formalarda yazılmasıdır. Hal-hazırda 2-lik, 8-lik, 10-luq və 16-lıq mövqeyli say sistemləri geniş istifadə olunur. Hər bir say sisteminin öz əsası və öz əlifbası var. Ədədlərin yazılışı üçün istifadə olunan simvolların sayına say sisteminin əsası deyilir. Şəkildə də gördüyünüz kimi 2-lik say sisteminin əsası 2-dir. Onun əlifbası isə 0 və 1-dir. Digər say sistemlərdə eyniliklə. Say sisteminin əsası mötərizə içərisində indeks kimi göstərilir. 2-lik say sisteminin əsası 2-dir, bayaqki dediyim kimi. Bu say sistemində istənilən ədəd 0 və 1 rəqəmlərindən ibarət olur. Bəzi səbəblərə görə kompüter texnikasında 2-lik say sisteminə üstünlük verilir. Səbəblər bunlardır. 2-lik say sisteminin rəqəmləri qurduqca sadədir. Texniki baxımdan ucuz başa gəlir və iş etibarlılığı da yüksək olur. Və bunlarda 2-lik say sistemində hesablama əməlləri də asan aparılır. Eyniliklə, məntiqi əməllərin də və funksiyaların da yerinə yetirilməsi asan olur. Ədədlərin bir say sistemindən digərinə çevrilməsi. Şəkildən də gördüyünüz kimi 2-lik, 8-lik və 16-lıq say sistemindən 10-luq say sisteminə keçid verilib. Eyniliklə, 10-luq say sistemindən də digər say sistemlərinə keçid etmək mümkündür. Kompüter 2-lik say sistemində işləyir. İstifadəçilər üçün isə 10-luq və 16-lıq say sistemləri əlverişli olur. Ona görə də ədədlərin bir say sistemindən digərinə çevrilməsi üçün əvəz etmə və ya say sisteminin əsasına bölmə vurma qaydalarından istifadə edilir. Şəkildə gördüyünüz kimi 10-luq say sistemindəki ədədin ardıcıl olaraq 2 əsasına bölünməsi ilə aparılır. Bölmə 10-luq say sistemində aparılır. O vaxta qədər davam edir ki, növbəti qismət 2-dən kiçik olsun. Sonuncu qisməti və alınmış qalıqları
Onların alınma ardıcıllığının əksinə sağdan sola yazmaqla axtarılan cavabı əldə edə bilərik. Şəkildə də gördüyünüz kimi, onluq say sistemində verilmiş 42 ədədini 2-yə bölürük. Sonda növbəti nəticəmiz 2-dən əgər kiçik olarsa, bu zaman bölmə prosesi artıq davam etmir, burada dayanır və aldığımız cavabları sağdan sola doğru yazaraq istədiyimiz nəticəni əldə edirik. Daha sonra tam ədədlərin və düzgün kəsrlərin çevrilmə qaydaları da müxtəlifdir. Tam ədədlərin çevrilməsi üçün bölmə qaydasından, düzgün kəsrlərin çevrilməsi üçün isə vurma qaydasından istifadə olunur. Tam və kəsr hissələrdən ibarət olan ədədlər üçün isə hər iki qayda tətbiq edilir. Şəkildə də gördüyünüz kimi onluq say sistemində verilmiş kəsr ədədini 8-lik say sisteminə çevirmək üçün istifadə olunur. Bunun üçün verilmiş kəsr və alınan hasilləri kəsr hissələri ardıcıl olaraq 8 əsasına vurulur. 8 əsası onluq say sistemində istifadə olunur və vurma onluq say sistemində aparılır. Deməli, ilk öncə verilən bu misalda biz ilk öncə tam və kəsr hissələri ayırırıq. Daha sonra tam hissədə bölmə qaydası tətbiq edirik. Bölmə qaydası tətbiq etdikdən sonra gördüyünüz kimi 8-ə böldükdə 2 dəfə düşür və qalığımızda 3 qalır. Bu zaman biz sağdan sola doğru nəticəmizi yazırıq ki, 23 alınır. Deməli, 19 onluq say sistemində verilir və 8-lik say sistemində 23-ə bərabərdir. Bunu tapdıq. Keçirik ikinci hissəyə. Kəsrli hissəmizi 8-ə vururuq. Kəsr olan hissədə isə vurma prosesi aparırıq. Bu zaman 8-ə vurduqda 4 dəfə düşür, qalıqda 0 qalır. Tam hissəni yazırıq, qalıq hissəni artıq yazmırıq. Yəni, orada qalıq qalmış olsaydı, təkrar 8-ə vuracaqdıq. Yenə tam hissəni götürəcəkdik, ta ki bu proses qalıq 0 alınana qədər gedəcəkdir. İndi burada 0,5 8-ə vurduqda 4 alınır və qalıq 0-dır. Buna görə də proses dayanır və artıq vurma prosesi aparmırıq. Sonda isə tam hissə ilə kəsr hissəni nə qiymətlər almış onları qeyd edirik və nəticədə onları birləşdiririk. Yəni toplayırıq. Topladıqda isə alırıq 23,4 8-lik say sistemində. Deməli 19,5 onluq say sistemindən 8-lik say sisteminə çevirdikdə 23,4 cavabını almış oluruq. Bugünlük dərs izahımız bu qədər. Növbəti dərslərimizdə görüşənədək. Hər birinizə uğurlar arzulayıram. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik.